Biz Orta və Şərqi Asiyadan Qafqaza, Anadoludan Balkanlara qədər Avrasiya materikinin geniş ərazilərinə yayılmış bir xalqıq. Sərhədlər bizi ayırsa da, türk kökənimiz, dilimiz, tariximiz və mədəniyyətimizlə bir-birimizə bağlıyıq. Türk dövlətləri arasında uzun illərdir davam edən dostluq və qardaşlıq münasibətləri ortaq tarix, dil və mədəniyyət zəminində formalaşıb, zamanla müxtəlif sahələrdə əməkdaşlığa çevrilərək qarşılıqlı dəstək və anlayışla möhkəmlənir. Tarixi köklər bugün diplomatiyada, beynəlxalq əməkdaşlıqda və siyasi dialoqlarda öz əksini tapır, xalqlar arasında yaxınlığı daha da gücləndirir. Tarix boyu bizi birləşdirən, ayaqda saxlayan və yaşadan bağlarımızla 300 milyonluq böyük bir ailəyə çevrilmiş. Uzaqları yaxın eləyən, eyni soydan gələn xalqları bir çətir altına toplayan bu bağ Türk Dövlətləri Təşkilatıdır. 2009-cu ildə Naxçıvan sazişi əsasında qurulan Türk Dövlətləri Təşkilatı müasir dövrdə türk dilli ölkələrin ortaq maraqlarını qoruyan, onları regional və qlobal güc mərkəzinə çevirən mühüm bir beynəlxalq təsisatdır. Təşkilatın əsas missiyası üzv ölkələr arasında siyasi və iqtisadi inteqrasiyanı gücləndirmək, təhlükəsizlik və sabitlik naminə birgə strategiyalar formalaşdırmaq, mədəni və humanitar sahələrdə əməkdaşlığı dərinləşdirmək və beynəlxalq arenada ortaq maraqları vahid mövqedən müdafiə eləməkdir. Türk Dövlətləri Təşkilatı bir yandan keçmişin mirasını qoruyur, digər yandan gələcəyin təməllərini atır. Bugün birliyə ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Dünya dəyişir, geosiyasi xəritələr yenidən çəkilir. Məhz belə bir dönəmdə Türk Dövlətləri Təşkilatı Türk dünyasının siyasi dirəyi, ümumi idealların daşıyıcısı, yeni dövrün yol göstəricisidir. Bu ailənin hər bir üzvü Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızistan, Özbəkistan və müşahidəçi ölkələr olan Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Respublikası bir ağacın fərqli budaqları kimi eyni kökdən boy verən ortaq tarixin daşıyıcılarıdır. Hər bir ölkə bu birlik içində öz töhfəsi ilə ümumi gücümüzə güc qatır. Azərbaycan Respublikası bu birliyə hər zaman xüsusi diqqətlə yanaşıb və Türk Dövlətləri Təşkilatı ilə münasibətləri öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təşkilat çərçivəsində mühüm təşəbbüslərlə çıxış eləyir, təşkilatın funksionallığını artırmaq və Türk dünyasının səsini beynəlxalq müstəvidə daha gür eşitdirmək üçün mühüm addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyev Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının görüşündə çıxışı zamanı qeyd etmişdir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi mədəni coğrafi region. Xalqlarımızı çoxəsirlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Bizi bir millət kimi var edən və zamanın sınaqlarından keçirib bugünə gətirən qüvvə, ailə və ailə dəyərləri. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hər birində yalnız sosial institut deyil, həm də dövlət siyasətinin əsas prioritetidir. 2024-cü ilin mayında Türk Dövlətləri Təşkilatının sosial siyasətə məsul nazirlərinin İstanbulda keçirilən iclası bu məsələdə mühüm mərhələ oldu. İclasda Türk dövlətlərinin ortaq ailə modelinin qorunması və gücləndirilməsi yönündə əməkdaşlıq yolları müzakirə olundu. Türk dövlətlərində ailə milli inkişafın təməl dayaqlarından biri kimi qəbul olunur. Müasir dövlət siyasətində ailənin gücləndirilməsi, ailə dəyərlərinin qorunması və nəsillər arası bağlılığın təmin olunması xüsusi önəm daşıyır. Bu məqsədlə ailə ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir, sosial dəstək mexanizmləri genişləndirilir. Bu siyasətlər yalnız bugünü deyil, həm də sabahı düşünür. Gələcək nəsillərin sağlam, mənəvi və sosial cəhətdən güclü böyüməsinə zəmin yaradan strateji yanaşmanın tərkib hissəsidir. Türk ailəsi əsrlər boyu güclü təməl üzərində qurulur. Bu təməl isə ilk növbədə qadının sevgisi, zəhməti və iradəsi ilə möhkəmlənib. Tomris ruhunun daşıyıcısı olan türk qadını həm ailənin dirəyi, həm də gələcəyin memarı olub. O yalnız evini yox, eyni zamanda milli ruhu, adət-ənənələri, ana dilini, kimliyi qoruyaraq nəsildən nəsilə ötürüb. BMT-nin dayanıqlı inkişaf məqsədləri çərçivəsində qadınların cəmiyyətə tam inteqrasiyası əsas prioritetlərdən biridir və Türk Dövlətlər Təşkilatına üzv ölkələr də bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış edir. Müasir dövrdə dəyişən həyat tərzi, sürətlənən zaman və qloballaşma şəraitində belə qadının ailədəki rolu öz əhəmiyyətini itirməyib. Türk Dövlətləri Təşkilatının
Bu gün o ailəsinin birliyini, mənəvi dəyərlərini qorumaqla yanaşı, həm də cəmiyyətin inkişafında mühüm rol oynayır. Ailə dəyərləri ilə böyüyən nəsillər işıqlı sabahımız, sağlam təməl üzərində qurulan gələcəyimizdir. Belə gənclər həm də keçmişin qoruyucuları və bugünün kultural kodlarının daşıyıcılarıdır. Onlar müasir dünyanın çağırışlarına cavab verən, texnologiyanın sirlərinə dərindən bələd olan, özünü davamlı şəkildə inkişaf elətdirən, yeniliklərə açıq bir nəsildir. Belə gənclərin varlığı və birliyi ilə möhkəmlənən Türk dünyası bizə daha parlaq və dayanıqlı ortaq gələcək vəd edir. İndi bizim üçün qalib ruhumuzu böyütmək, ailədən və tarixi köklərimizdən qaynaqlanan gücü gələcəyə daşımaq zamanıdır. Yaşasın Türk dünyası!